yəni ta uşaq yaşlarımdan, 5 yaşımdan elə saz çalırdım. Yəni ilk dəfə o vaxtı 82-ci ildə Allah bizim böyük sənətkarımız SSR Xalq Artisti Zeynəb xanım Xanlarova can sağlığı versin. Bizim rayonda, stadionda konsert keçirilirdi. Gədəbəyin yazı, Aşığın sazı. Belə bir böyük bir festival keçirilirdi. Zeynəb xanım da vaxt yadımdadır. Bütün musiqiçilər ağ geyimdə, ağ kostyumda, sinələrində Zeynəb xanımın burada nişanı vardı, şəkildə onun üzərindeydi. O vaxtdan yəni bu saza sözə bağlı bir insan olmuşuq və müsabiqələrdə iştirak eləmişəm. Bakıya gələndə, universitetə qəbul olanda 93-cü ildə gördüm ki, saza bir yad baxış var. Yəni yuxarıdan aşağı bir baxış var. Həqiqətən də bu ümumiyyətcə muğama da elə idi. Qavalımız da elə idi. Hətta yadımdadır ki, hətta şəhərin mərkəzində demək olar ki, hamı rusca danışırdı. Hətta Azərbaycan dilində danışanda biraz bayağı bir münasibət vardı. Və toylara gedirdik və o vaxt başladım həm də gitara çalmağa. Toyda həm gitaranı istifadə edirdim, həm sazı istifadə edirdim ki, yavaş-yavaş gitara ilə sazın da o müəyyən elementlərini, o müəyyən havalarını toyda cəmaata eşitdirirdim ki, yəni yavaş-yavaş bu sazı da qəbul eləsinlər. Yadlarına. 97-ci ildə deməli mən universiteti bitirəndə gördüm ki, artıq saza baxış dəyişdi. Bizim bütün məclislərimizdə, bütün toylarımızda, hətta yavaş-yavaş tədbirlərimizdə demək olar ki, saza xüsusi bir yer verməyə başladılar. Və ondan sonra gitaranın nöqtəsini qoydum, belə deyək də. Amma demək, saza daha çox həvəsiniz olub, sazı daha çox sevmişsiniz. Biz gözümüzü açanda ana laylasından paralel olaraq saz səsi eşitmişik.